Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Rasulina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Esselamu aleykum ve rahmetullahi ve barakatuh. Deməli, keçən dərsimizdə Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin biz müsəlmanlara əmanət olaraq qoyub getdiyi iki böyük və ağır əmanətin birincisindən danışdım. Və qeyd elədim ki, bugün şiyələr Səqələyn hədisini əhl-i sünnətə necə dəlil gətirirlər ki, onlar Peyğəmbərin sallallahu aleyhi və alihi və səlləmin bizə qoyub getdiyi ən əsas və ən böyük əmanət olan Qur'anın qorunduğuna etiqad etmirlər. Və təbii ki, bu barədə olan dəlilləri də sırasıyla qeyd elədim. Və şübhəsiz ki, bu dediklərim ola bilsin sıravi bir şiyəyə aid olmasın. Özünü şiyə məzhəbinə mənsub edən şəxsə ola bilsin ki, bu dediklərim qəribə gəlsin. Və ya bu dediklərim haqdan uzaq görünsün. Ancaq şübhəsiz ki, dediklərimi araşdıran və haqqı axtaran kəsi üçün haqq mütləq aydın olacaq. Çünki dediyim həqiqətlər əslində inkarı qeyri-mümkün olan həqiqətlərdir. Şiə məzhəbinə mənsub olan sıravi bir müsəlman, sıravi bir şəxs ola bilsin bu həqiqətlərdən bir xəbər olsun. Çünki o əslində öz məzhəbindən bir xəbərdir. Əgər o öz məzhəbində olan həqiqətləri bilsəydi, şübhəsiz ki, mən dediklərimin haqq olduğuna əmin olardı. Bugünkü dərsdə yenə də Qur'an-ı Kərimin bu böyük əmanətin ətrafında yaranmış bəzi şübhələr barədə qısa xülasə verəcəm. Bu şübhə də bundan ibarətdir ki, şiə məzhəbindən bəzi alimlər, bəzi şəxslər görəndə ki, müsəlmanlar onlar Qur'anın təhrifinə etiqad etdiklərinə görə və ya onların böyük alimləri bu etiqadda olduqlarına görə müsəlmanlar onları şübhə altına alır və onlara tən edirlər. Bu tənədən özlərini qurtarmaq üçün, bu tənələrdən özlərini qorumaq üçün bəzi şiə alimləri belə bir hiləyə əl atdılar. Və dedilər ki, əhl-i sünnə alimləri də Qur'anın təhrifinə etiqad ediblər. Yəni, özlərində olan ləkəni təmizləyə bilmədilər. Və bu qeyri-mümkündür. Çünki artıq bu ləkələr onların kitablarına düşüb və o kitablarda qalıb. Artıq bunları sən təmizləyə bilməzsən. Bu ləkənin öz üzərlərində olduqlarını gördülər və təmizləyə bilməyəcəklərini də bildiklərinə görə dedilər ki, bari biz özümüzdən bu ləkəni təmizləməsək də, heç olmasa bizim kimi qoy onların da üzərinə belə bir ləkəni yaxaq. Və başladılar bəzi yalan və iftira dolu iddialarla çıxış eləməyə. Və dedilər ki, əhl-i sünnə vəl-cəma alimləri də Qur'anın təhrifinə etiqad edən alimlərdən
və bu alimlərin sırasındadılar. Və onların bu məsələdə əsas olaraq ortaya sürdükləri dəlilləri Əhl-i-Sünnə kitablarında olan bəzi hədislər oldu. O hədislər hansılar ki, Qur'an-ı Kərimin təhrifi ilə heç bir əlaqəsi yoxdur. Onların hamısı Qur'an ayələrinin tilavətinin, yəni oxunuşunun nəsxi ilə əlaqəli olan ayələrdir. Bu hədisləri götürdülər və elə zənn etdilər ki, bunlar Qur'anın təhrifinə dəlalət edir. Və başladılar belə bir ləkəni Əhl-i-Sünnənin üzərinə atmağa. Bu məsələni biraz daha sadə bir dil ilə belə açıqlaya bilərəm. Deməli, Qur'an-ı Kərimin 3 növ nəsxi var. Nəsix, yəni bir şeyi pozmaq, bir şeyi aradan qaldırmaq. Və Qur'an-ı Kərimin də bu formada 3 cür nəsxi var. Yəni Qur'an-ı Kərimdə nəsxin 3 forması var. Bunlardan birincisi hökmün nəsxidir. Hökmün nəsxi. Yəni ayənin şəkli, ayənin yazılış forması Qur'an-ı Kərimdə qalır. Həmin ayə oxunur, tilavət edilir, amma onun hökmü ilə əməl edilmir. Yəni onun yazısı, şəkli, oxunuşu qalsa da hökmü ləğv olunub. Belə ayələr Qur'an-ı Kərimdə çoxdur. Və məsələn o ayələrdən biri Bəqərə surəsi 240-cı ayə. Allah Subhanahu taala həmin ayədə buyurur ki, sizlərdən ölən və özündən sonra zövcələr qoyub gedən kimsələr zövcələrinə 1 il tamaminədək evlərindən çıxarılmamaq şərti ilə baxılmasını vəsiyyət etməlidirlər. Əgər onlar öz istəkləri ilə çıxıb getsələr, şəriəti müvafiq qayda üzrə özləri barəsində etdiklərinə görə sizə günah gəlməz. Allah qüdrətlidir və müdrikdir. Bu Bəqərə surəsi 240-cı ayədə görünür ki, kişi öləndən sonra onun zövcəsi 1 il müddət saxlamalıdır. Yəni 1 il gözləməlidir. Amma sonra Bəqərə surəsi 234-cü ayədə bu hökm nəsx edilir. Və Allah Subhanahu taala buyurur ki, sizlərdən ölənlərin qoyub getdiyi zövcələr 4 ay, 10 gün gözləməlidirlər. Bu ayə isə 1 il müddətini 4 ay, 10 günə indirir. Və İbnül Arabi Əhkamul Qur'anda 1-ci cild 255-ci səhifədə də deyir ki, İslamın başlanğıcında iddət müddəti cahiliyyət dövründəki kimi 1 il idi. Sonra uca Allah bu hökmü 4 ay, 10 gün ilə nəsx etdi, əvəz etdi. Və bu, əksər alimlərin görüşüdür. Və xülasə, bu barədə Qur'anda bir çox ayələr var bu mövzuda. Yəni, bu ayənin şəkli forması Qur'anda qalır. Yazı şəklində oxunur, tilavət edilir. 1-ci ayədən söhbət gedir. Yəni, Bəqərə surəsi 240-cı ayədən. Amma o ayə ilə əməl edilmir. Çünki o birisi ayə, o ayənin hökmünü nəsx edib. Bugün də iddət müddəti 1 il yox, 4 ay 10 gündür. Çünki 1 il müddəti ilə əlaqəli nazil olmuş ayənin hökmü ləğv olub. Bu Qur'an-ı Kərimdə nəsxin 1-ci növüdür. Yəni, hökmün aradan qaldırılması. Amma bir də var nəsxin 2-ci növü. Nəsxin 2-ci növü isə tilavətin, yəni oxunuşun aradan qaldırılmasıdır. Bu o deməkdir ki,
ayənin şəkli, yazılı forması, Quran-ı Kərimdən qaldırılıb, Peyğəmbər sallallahu aleyhi və səlləmin sağlığında və onun nəzarəti ilə və Allahın izni və Allahın hökmü ilə o ayənin oxunuşu ləğv olub. Ancaq o ayənin hökmü Quran-ı Kərimdə qalır. Yəni, o ayənin hökmü müsəlmanlar arasında qalır ta qiyamətəcən. Baxma ki, onun oxunuşu ləğv olunsa da. Buna tilavətin nəsxi deyirlər. Və belə ayələrə misal çoxdur. Məsələn, Rəcm ayəsini buna misal göstərmək olar. İbn Abbas radiyallahu anhu Ömər ibn Xattab radiyallahu anhunun belə dediyini nəql edir. Ömər ibn Xattab deyir ki, Allahın nazil etdiyi ayələrdən birisi də Rəcm ayəsi idi. Biz onu oxumuş və dərk edib anlamışdıq. Rasulullah sallallahu aleyhi və alihi və səlləm rəcm etmiş, yəni evli zinakarı daşqalaq etmiş və biz də ondan sonra rəcm etmişdik. Lakin qorxuram ki, bir zaman gələr ki, insanlar belə demiş olarlar. And olsun Allaha ki, biz rəcm ayəsini Allahın kitabında görmürük və beləliklə də Allahın nazil etdiyi vacib bir əmri, vacib bir hökmü tərk etməklə doğru yoldan azarlar. Şübhəsiz ki, rəcm Allahın kitabında haqq olduğu kimi evli olan kişi və ya qadın zina etdikdə, əgər buna sübut gətirilərsə və ya hamiləlik olarsa, yerinə yetirilir. Bu hədis Buxaridə 6829-cu hədisdir, Müslimdə 1691-ci hədis. Yəni, bu hədisdən də görünür ki, Quran-ı Kərimdə vaxtı ilə rəcm ayəsi olub. Yəni, belə bir ayə olub ki, zinakar kişi və zinakar qadınları, yəni evli olan zinakar kişi və qadınları daşqalaqlayın. Belə bir ayə olub Quranda. Və sonra bu ayənin oxunuşu, tilavəti, şəkli Quran-ı Kərimdən götürülüb. Onun oxunuşu ləğv olunsa da, hökmü ləğv olunmuyub. Hökmü bugün də qalır. Və biz bunu hardan bilirik? Yəni, bunun tilavətinin nəsx olub, hökmünün qalmasını Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin sünnətindən. Çünki sünnət Qur'ana qapıdır. Və kim Qur'ana doğru girmək istəyirsə, mütləq və mütləq o qapıya baş vurmalıdır. Əks halda zəlalət yollarından birinə düşəcək. Və tilavetin nəsxinə dair başqa bir misal, Ömər ibn Xattab radiyallahu anhu deyir ki, sonra biz Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında Qur'andan bu ayəni oxuyardıq. Yəni, Qur'anda belə bir ayə var idi. Öz ata-babalarınızı danmayın. Öz ata-babalarınızı danmanız sizi küfrə salar. Buxari 8-ci cild 540-cı hədis. Həmçinin Əbu Musa Əl-Əş'ari radiyallahu anhu belə deyir ki, biz uzunluğunda və sərtliyində Bəraət surəsinə, yəni Tövbə surəsinə bənzəyən bir surə oxuyurduq. O surədən əzbərlədiyim bir ayədən başqası mənə unutturuldu Allah tərəfindən. Əzbərlədiyim ayə isə bu idi. Adəm övladının 2 vadi dolusu var dövləti olarsa, 3-cüsünü tələb edər. Onun gözünü torpaqdan başqa heç bir şey doyuzdurmaz. Bu hədisi Müslim 3-cü cild 100-cü səhifədə nəql etmişdi. Yəni, Qur'an-ı Kərimdə hətta surələr olub, Bəraət surəsi boyda və həmin surə bütövlükdə nəsx olub. Yəni, onun oxunuşu bütövlükdə nəsx olub. Həmçinin başqa bir misal, Ubey ibn Ka'b radiyallahu anhu deyir ki, Ubey ibn Ka'b Quran-ı Kərimi ən gözəl
bilən, həm təfsirinə, həm də onun qirayətinə gözəl bir şəkildə sahib olan bir neçə sahabədən biri idi. Və Ubey radiyallahu anhu deyir ki, siz Əl-Əhzab surəsini neçə ayə olaraq oxuyursunuz? Cəmaat da deyir ki, 73 ayə. Ubey ibn Ka'b deyir ki, biz o surəni Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə Bəqərə surəsi qədər və ya daha çox oxuyurduq. Həqiqətən o surədə rəcm ayəsi də var idi. Yəni, Əhzab surəsində, yəni rəcm ayəsi Əhzab surəsində olub. Bu hədisi də İmam Əhməd Musnədində 5-ci cild 132-ci səhifədə nəql etmişdir. Və bu hədislərin hamısı da səhihdir. Bütün bunları qeyd eləməkdə məqsədim nədir? Belə ki, bəzi şiə alimləri iddia edirlər ki, tilavətin nəsxi, yəni indi qeyd etdiyim bu formada Quran ayələrinin hökmünün qalıb da oxunuşunun və yazısının nəsx olunması təhrif ilə eyni anlamdadır. Və aralarında heç bir fərq yoxdur. Yəni, şiə müəlliflərindən bəziləri iddia edib ki, tilavətin nəsxini qəbul edən əhl-i-sünnə Qur'an-ı Kərimin təhrif olunduğunu isbat edir. Və bu yerdə qeyd etmək istəyirəm ki, bu fikri ilk dəfə ortaya atanlardan və bu fikri ciddi cəhd ilə müdafiə edənlərdən birisi də böyük şiə alimi Xoyi olub. O, Xoyi özünün Əl-Bəyan adlı kitabında belə yazır. Əl-Bəyan kitabında 205-ci səhifədə belə yazır. Deyir ki, həqiqətən tilavətin nəsxi ilə təhrif eyni anlamdadır, eyni şeydir. Və əhl-i-sünnət alimlərinin əksəriyyətinin fikri budur ki, Qur'an təhrif olunub. Çünki onlar tilavətin nəsxinin caiz olduğunu deyirlər. Həmçinin Xoyi bu kitabında, yəni Kitab-ül Bəyanda İmam Suyutinin Əl-İtqan adlı əsərindən nəqillər gətirərək iddia etmişdir ki, Suyuti və onun timsalında əhl-i-sünnət alimləri Quran-ı Kərimin təhrif edildiyinə etiqad edir. Və onun Suyutinin kitabından etdiyi nəqillər yuxarıda qeyd etdiyim bayaq Rəcm ayəsi, Əbu Musa Əl-Əş'arinin, Ubey ibn Ka'bın və Ömər ibn Xattabın və digər sahabələrin rəvayətləridir. Yəni, Xoyi İmam Suyutinin Əl-İtqan adlı kitabından Qur'anın tilavətinin nəsxinə aid olan hədisləri götürüb və iddia edib ki, bu elə Qur'anın təhrifinə etiqad etməkdir. Bütün bu şübhələrə qarşı, yəni Xoyinin başlatdığı və ondan sonra digər şiə alimlərinin davam etdirdikləri bu hilə dolu oyuna qarşı bugün bu dərsdə qısa da olsa cavab verəcəm. Ümumiyyətlə, Xoyinin Kitab-ül Bəyanda Suyutinin Əl-İtqan kitabından nəql etdiyi hədislərin bir çoxsu səhihdir. Bəli. Amma bəziləri isə zəifdir və ya sadəcə olaraq uydurmadır. Yəni, bu diqqət olunması birinci məsələdir. Çünki Suyuti və ya başqa bir alim kitabında nəsə yazırsa, bu hələm demək deyil ki, o hədis səhihdir. Səhih olanlar da var, zəif olanlar da, uydurma olanlar da və bütün bunları hədis alimləri ayırıb. Və Xoyinin qeyd elədiyi hədislər Quran-ı Kərimin təhrifinə yox, tilavətin nəsxinə aiddir. Fəqət Xoyi
tilavetin nəsxini qəbul etmədiyindən ötürü bu hədisləri Qur'anın təhrifinə şamil etmişdir. Ancaq unutmaq lazım deyil ki, təhrif ilə nəsx tamam fərqli şeylərdir. Çünki nəsx Allah tərəfindən olur, təhrif isə bəşər tərəfindən. Allah Subhanahu Taala Qur'an-ı Kərimdə nəsxi qeyd edərək buyurur: "Mə nənsəx min ayətin." Biz hər hansı bir ayəni nəsx etsək. Bəqərə surəsi 106-cı ayə. Deməli, nəsx edən kimdir? Allah Subhanahu Taala. Amma Allah Subhanahu Taala təhrifin insanlar tərəfindən edildiyini deyərək onu pisləyir. Və Nisa surəsi 46-cı ayədə buyurur ki: "Minəllezîn hâdu yuharrifunəl kəlmə an məvâdi'ih." Yahudilərdən bir qismi sözlərin yerini dəyişib təhrif edir. Allah Subhanahu Taala göstərir ki, təhrif bəşər tərəfindən olur. Nəsx isə Allah tərəfindən. Bu diqqət olunması əsas məsələdir. Yəni diqqət edilməsi vacib olan məqamlardan birisi budur ki, Xoynin iddiasının əksinə olaraq Suyuti bu hədisləri Qur'anın təhrifinin isbatı üçün yox, tilavetin nəsxinin isbatı üçün gətirmişdi. Xoy isə bu hədisləri götürmüş və iddia etmişdir ki, Suyuti Qur'an-ı Kərimə tənə edir. Halbuki nə Suyuti, nə də ki, digər əhl-i sünnət alimləri Şiə alimlərindən fərqli olaraq Qur'an təhrif olunub, Qur'an dəyişdirilib kimi sözlər deməyib. Bunu kim iddia edirsə, o iddiasının isbatını gətirməlidir. Mən burada bir kəlmə deyirəm. Şübhəsiz ki, əhl-i sünnətin adından bunu iddia edən şəxs bu iddiasının isbatını gətirməkdə aciz qalar. Hətta dünyanı şərqindən qərbinəcən dolansa belə. Bircə nə də olsa heç bir dəlil tapa bilməyəcək. Ümumiyyətlə, mən keçən dərsdə əhl-i sünnət alimlərinin Qur'an-ı Kərimə qarşı mövqeyini açıq aydın bəyan etmişdim. Və bu dərsdə də bunu xüsusilə qeyd edirəm. Əhl-i sünnə vəl cəmanın Qur'ana dair əqidəsi belədir. Qur'an Cəbrail əleyhissalam vasitəsilə Muhammed sallallahu aleyhi və alihi və səlləmə vəhiy edilmiş, aləmlərin Rəbbi olan uca və əzəmətli Allahın kəlamıdır. Bu vəhiy şahidləri Allah Rasulunun əshabıdır. Onlar Qur'anı hifz etmiş və nəsildən nəslə ötürmüşlər. Onların övladları da bu ənənəyə sadiq qalmışlar və beləcə uca Allah bu şərəfli nəsillərin vasitəsilə Qur'anı qorumuşdur. Bu səbəbdən Qur'anın inkarı yalnız və yalnız sahabələrdən ədalət və əminlik vəsfini götürməklə mümkündür. Çünki nəql edəni inkar etmədikcə, nəql olunan da inkar etmək qeyri-mümkündür. Uca Allah Qur'an-ı Kərimdə öz kəlamını, Qur'anı qoruyacağını bizə vəd edərək belə buyurur. İnna nahnu nazzalna zikra və inna lehu lehafizun. Zikri, vəhyi, yəni Qur'anı biz endirdik və biz də onu qoruyacağıq. Əl-Hicr surəsi 9-cu ayə. Şübhəsiz ki, bugün əlimizdə mövcud olan Qur'anda bəzi ayələrin və ya bəzi əlavələrin və ya naqisliyin olduğunu iddia edən şəxs əhl-i sünnətin icması ilə uca Allahın vədini yalan hesab etmiş və beləcə hənif bir din olan İslamdan xaric olmuş, kafir olmuşdu. Kim iddia etsə ki, bugün Qur'anda bəzi əlavələr və ya naqisliklər var. Qur'anda dəyişiklik və təhrifin olmadığını sübut edən nəqli dəlillərdən əlavə çoxlu sayda əqli dəlillər də mövcuddur. Çünki o, yazılı və şifahi şəkildə nəsildən nəslə keçmişdi. İndiki fəsad və dinsizlik zamanında belə Qur'an-ı Kərimi bütünlüklə əzbər bilib, öz qəlblərində və yaddaşlarında yaşadan, 100 minlərlə hafiz olan, Qur'anı tam əzbər bilən bəşər övladı var. Sadəcə olaraq bunu demək kifayət edər ki, Ramazan aylarında təravih zamanı Qur'an hafizləri və qarilərinin
cemaatla birgə namaz qılarkən Qur'anı bir kəlmədə, hətta bir hərfdə belə səhv etmədən oxuduqlarının şahidi oluruq. Əks təqdirdə səhv edənin səhvi başqası tərəfindən yubadılmadan düzəldilir. İmam Şatibi Əl-Muvafaqat adlı əsərində bu barədə demişdi. Uca Allah Qur'an-ı Kərim üçün o qədər hafiz yaratmışdır ki, əgər ona bir hərf belə artırılsa, bunu böyük qarilərdən əlavə minlərlə hafiz olan balaca uşaqlar belə üzə çıxardar. İbn Həzm rahmehullah demişdi. Əl-Faslu fil Milal və Nihal əsərində 2-ci cild 80-cı səhifədə deyir ki, məlumunuz olsun ki, bugün kimsə Nəbiğənin, bu şair adıdır, yaxud Züheyrin şeirlərinə bir kəlmə artırmağa, yaxud ondan başqa bir kəlməni çıxartmağa cəhd etsə, bunu bacara bilməz. Çünki o dərhal rüsvay olar. Artıq təsdiq olunmuş nüsxələr onun dediyinin əksini göstərər. Belə olduqda Əndəlusun o başından tutmuş Bərbər ölkəsindən, Sudandan Sində, Kabilə, Xorasana, Türk, Slavyan ölkələrinə və Hindistana dək və bunların arasındakı ərazilərdə yayılmış, mushəflərdə sabitləşmiş olan Qur'anı necə dəyişmək olar? Əl-Amədi rahmehullah Əl-Əhkam adlı əsərində 1-ci cild 227-ci səhifədə deyir. Deyir ki, bu kitab haqqında həqiqət budur ki, yəni Qur'an-ı Kərim haqqında həqiqət budur ki, o bizə mushəflərin vərəqlərində nəsillərdən nəslə ardıcıl olaraq, tam olaraq gəlib çatmışdır. Və İmam Suyuti rahmehullah da Əl-Cəlaleyn adlı təfsirində Əl-Hicr 9-cu ayənin şərhində belə deyir. Deyir ki, və innə ləhu ləhafizun və biz onu qoruyacağıq, yəni dəyişkənlikdən, təhrifdən, artırılma və azalmadan Qur'anı qoruyacağıq. Suyuti Qur'anın dəyişkənlikdən, təhrifdən, artırılma və azalmadan qorunduğuna etiqad edir. O bunun əksinə başqa nə söz deyə bilər? Həmçinin İmam Suyuti Əl-İtqan əsərində 1-ci cild 63-cü səhifədə Qazi Əbu Bəkrin Əl-İntisar adlı kitabından onun bu sözlərini nəql edərək deyir. Yazır ki, biz onu deməyə cürət edirik ki, Allahın nazil etdiyi və qəbul edilməsini əmr etdiyi, nazil edəndən sonra nə özünü, nə də oxunuş qaydasını dəyişdirmədiyi Qur'an bütövlükdə Osman radiyallahu anhunun mushəfinin içərisində əhatə olunmuş Qur'andır. Nə ondan bir şey azaldılmış, nə də ona bir şey artırılmışdır. Həmsinin Qazi İyad da Əş-Şifa adlı əsərində deyir ki, bil ki, kim Qur'anın yaxud mushəfin nəyləsə qiymətsiz bir şey kimi baxsa, yaxud onları söysə, ya da ki onu və ya ondan bir şeyi, yaxud onda göstərilən bir hökmü və ya onda olan bir xəbəri yalan saysa, yaxud onun inkar etdiyini isbat etsə və ya onun, yəni Qur'anın isbat etdiyini bilə-bilə inkar etsə, yaxud ondan bir şeyə şəkk etsə, o şəxs bütünlüklə, tamamilə elm əhlinin nəzərində kafir sayılar. Həmçinin İbn Qudamə Lum'atul İ'tiqad əsərində 19-cu səhifədə deyir. Deyir ki, müsəlmanlar arasında heç bir ixtilaf yoxdur ki, əgər bir şəxs Qur'andan bir surəni və ya bir ayəni, yaxud bir kəlməni və ya bir hərfi belə inkar etsə, o ittifaqla kafirdir. Baxın, ümumiyyətlə əhl-i sünnə alimlərindən bir nəfərin belə
Qur'ana tənə etdiyinə rast gələ bilməzsən. Əksinə onlar yekdil bir rəydədirlər ki, kim Qur'anda əlavə və artırılmaların olduğuna iman edərsə, o şəxs İslamdan xaric olmuş bir mürtəddir. Bu əhl-i sünnənin Allahın kəlamı barəsində olan etiqadıdır. Amma şiə alimlərinə, amma onların fikirlərinə gəldikdə isə, görərsən ki, onlar Qur'anın tərifinə necə etiqad edirlər. Mən bunları bu dərsdə artıq bir-bir sadalamağa ehtiyac duymuram. Keçən dərsdə mən bunların bir qismini və çox az bir hissəsini qeyd elədim. Və hətta böyük şiə alimləri deyib ki, bu bizim məzhəbin etiqadıdır. Hətta Nuri Tabarsi adında böyük şiə alimi, şiə məzhəbinin ən əsas və ən mötəbər 8 kitabından birinin müəllifi Nuri Tabarsi Qur'anın təhrifini isbat etmək üçün xüsusi bir əsər belə qələmə almışdı. Biz bundan danışırıq. Bax, budur əhl-i sünnətin Qur'ana qarşı baxışı və budur bunun müqabilində şiənin bir çox aliminin Qur'an barəsində olan etiqadları. Həmçinin Qur'an-ı Kərimin təhrif olunduğu iddiasını əhl-i sünnətin üzərinə atan xoyi və ya onun bu hilə dolu yolunu davam etdirənlər məgər şiə alimlərinin Qur'anın təhrifi barəsində olan sözlərini və kitablarını oxumayıblarmı? Məgər xoyi və ya onun kimilər şiə alimlərinin Qur'anın təhrifi barəsində dediyi kəlmələrin birinə oxşar bir kəlməni əhl-i sünnət alimlərinin kitablarından oxuyublarmı? Görəsən onlar Qur'an təhrif olunub deyən və bu barədə müstəqil bir kitab yazan əhl-i sünnət alimini tanıyırlarmı? Şübhəsiz ki, əhl-i sünnətə mənsub olan hər kəs, istər alim olsun, istər cahil, Qur'anın uca Allah tərəfindən qorunduğuna iman edir. Həmçinin onlar, yəni əhl-i sünnə vəl cəma, bəzi ayələrin hökmünün və ya tilavətinin nəsx edildiyinə də iman gətirirlər. Çünki həm Qur'anın hifsi, həm də ayələrin nəsxi Qur'an tərəfindən təsdiqini tapmış bir məsələdir. Yaxşı, bəs Qur'an-ı Kərimdə dəlil varmı ki, ayələrin hökmünün qalıb, oxunuşunun ləğv olunması mümkün olsun? Şübhəsiz ki, buna dair Qur'andan da, sünnədən də, icmadan da dəlil var. Və o dəlillərdən biri Bəqərə surəsi 106-cı ayədir. Allah subhanahu ta'ala buyurur ki, Mə nənsəx min ayətin əv nunsihə, nə'ti bi xeyrin minhə əv mislihə. Biz hər hansı bir ayənin hökmünü ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Bu ayədə mənənsəx min ayətin, biz bir ayənin hökmünü pozuruqsa, ləğv ediriksə, biz bir ayəni nəsx ediriksə, av nunsihə və ya onu unutdururuqsa, bu ayənin təfsiri üçün kifayət təfsir kitablarına baxasan. Bu ayədə avnunsihə, yəni biz o ayəni unutdururuq, bu birbaşa tilavətin nəsxinin dəllidir. Və bunu Ubey ibn Ka'b, Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Sa'id ibn Əbi Vaqqas, tabiinlərdən isə Sa'id ibn Musayyəb, Dəhhaq ibn Məzahim açıq aydın deyib. Yəni,
mə nənsəx, biz bir ayəni nəsx ediriksə, bu, Qur'an-ı Kərimin bir ayəsinin hökmünün ləğv olunmasına dəlildirsə, bəs əvnunsihə və ya biz o ayəni unutdururuqsa, nə deməkdir? Təbii ki, bu, Qur'an-ı Kərimin tilavətinin, nəsxinin dəlilidir. Bu ayə ilə əlaqəli Şiə müəlliflərindən bəziləri bir şübhə ortaya atıblar. Deyiblər ki, əgər bu ayədə əvnunsihə və ya biz o ayəni unutdururuqsa kəlməsi Qur'anın tilavətinin nəsxinə dəlildirsə, bəs onda ayənin davamına, yəni nə'ti bi xayrin minhə əv mislihə, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk ayəsinə nə deyirsən? Yəni, iddia bundan ibarətdir ki, əgər rəcm ayəsi nəsx olubsa, yəni rəcm ayəsinin oxunuşu nəsx olubsa, Allah Subhanahu taala deyir ki, biz onun yerinə daha yaxşısını və ya ona bənzərini gətirərik. Ondan daha yaxşısını və ya ona bənzərini gətirərik. Yaxşı, rəcm ayəsinin oxunuşu nəsx olub. Bəs onun əvəzinə hansı ayə gəlib? Ortaya belə bir sual atılır. Əslində, bu sualı ortaya atmağın özlüyündə bu sualı verən şəxsin cəhalətinin isbatıdır. Çünki bir şeyə diqqət edin. Bir ayənin tilavəti nəsx olunursa, onun yerinə hər hansı bir ayənin gəlməsinə ehtiyac yoxdur. Nə üçün? Cavab odur ki, çünki tilavəti nəsx olan ayənin oxunuşu ləğv olunsa da, onun hökmü qüvvədədir. O ayənin hökmü qüvvədə ola-ola, onun yerinə hansı bir ayə gələ bilər və ya hansı bir ayə gəlməlidir? Məsələn, rəcm ayəsi. Rəcm ayəsinin oxunuşu qaldırılıb, tilavəti nəsx edilib. Amma onun yerinə hansı ayə gəlməlidir ki, axı onun hökmü qüvvədədir, hökmü ləğv olunmuyub. Yəni, demək istədiyim məsələ budur ki, nə'ti bi xayrin minhə əv mislihə, biz ondan daha yaxşısını gətirərik və ya ona bənzərini. Bu, tilavətin nəsxinə yox, hökmün nəsxinə aiddir. Çünki bir ayənin ki, hökmü ləğv olur, vacibdir ki, o hökmün yerinə nəsə gəlsin ki, o boşluğu doldursun. Amma bir ayənin ki, tilavəti nəsx olub, onun yerinə başqa bir ayənin gəlməsinə ehtiyac yoxdur. Nə üçün? Çünki o ayənin oxunuşu ləğv olunsa da, bayaq dediyim kimi, hökmü qüvvədədir. Hökmü qüvvədə ola-ola, onun yerinə başqa nə ayə gələ bilər ki, hələn bunun hökmü ləğv olunmuyub. Bu şübhənin cavabıdır. Qısa və konkret. Tilavətin nəsxinə dair Quran-ı Kərimdə bir çox ayələr var. O ayələrdən də biri Əl-Ə'lə surəsi 6 və 7-ci ayələrdir. Allah Subhanahu taala Peyğəmbər sallallahu aleyhi və səlləmə müraciət ilə buyurur. Sənuqri'uka fələ tənsə. Biz sənə Qur'anı oxudacağıq. Fələ tənsə. Unutmayacaqsan. İllə məşə Allah. Allahın istədiklərindən başqasına. Yəni Allah Subhanahu taala özü bəyan edir ki, biz sənə Qur'anı oxudacağıq. Sən o ayələri unutmayacaqsan. Ancaq Allahın istədiklərindən başqa. Deməli, bu ayə dəlildir ki, Allah istədiyi ayələri həm Rasuluna, həm də onun əshabına unutturmuş və o ayələrin tilavətini, oxunuşunu aradan qaldırmışdır. Və ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm Buxarıda nəql olunmuş bir hədisdə deyir ki,
sahabələrinə müraciət ilə. Əgər sizlərdən biri bir ayəni unutsa, deməyin ki, mən onu unutdum. Desin ki, o mənə unutturuldu. Yəni, Allah tərəfindən. Tilavetin nəsxi Peyğəmbər sallallahu aleyhi və səlləmin sağlığında baş verirdi. Bunu ispat edən açıq aydın dəlillər mövcuddur. Yəni, əgər tilavetin nəsxi Peyğəmbər sallallahu aleyhi və səlləmin vəfatından sonra olsaydı, onda şiyələrin iddiası düz olardı. Amma belə deyil. Bu ayələrin oxunuşunun ləvxi elə Peyğəmbərin sağlığında Allahın əmri və hökmü ilə olurdu. Bu barədə Əhl-i-Sünnə kitablarında nə qədər hədislər və dəlillər var. Bir dənə kifayət edər ki, insaf ilə oturasan və o kitabları, o səhifələri vərəqləyib orada olan hədisləri oxuyasan. Əgər kimsə buna tənbəllik edirsə, eyb etməz. Mən onun üçün bir neçə hədisi qeyd eləyə bilərəm ki, haqqı axtaran üçün axtarış yolu biraz rahatlasın. O hədislərdən biri Əbu Ubeydə Əl-Qasim İbn Səlləm rahiməhullahun Ən-Nasix və Əl-Mənsux kitabında öz sənədi ilə 14 və 15-ci səhifədə 17 nömrəli hədisdir və bu hədisin bütün raviləri də siqədir, yəni doğrucul ravilərdir. Deməli, həmin hədisdə gəlir ki, Əbu Umamə İbn Səhil Əl-Ənsari radiyallahu anhu Said İbn Əl-Musayyəbin məclisində belə demişdi. Yəni, Əbu Umamə İbn Səhil, Səhil İbn Əbu Musayyəb kimi böyük alimin, tabiinin olduğu məclisdə belə demişdi. Demişdi ki, bir kişi gecə namazına qalxdı. Əzbərində olan surəni oxuya bilmədi. Yəni, dünən əzbər bildiyi bir surəni yadına sala bilmədi. Eyni başqa bir kişi də gecə namazına qalxdı, o da həmin surəni oxuya bilmədi. Başqa bir nəfər də eyni bu hadisə ilə qarşılaşdı. Səhər açılanda onlar Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına getdilər. Onlardan biri belə dedi: Ey Allahın elçisi, keçən gecə qalxdım ki, surəni oxuyum bacarmadım. O birisi də həmçinin. Üçüncü şəxs də həmçinin. Dedi ki, ey Allahın elçisi, mən də keçən gecə qalxdım ki, o surəni oxuyum, oxuya bilmədim. Peyğəmbər sallallahu aleyhi və səlləm onların üçünə də dedi: Həqiqətən o surə keçən gecə nəsx edildi. Həqiqətən o surə keçən gecə nəsx edildi. Said İbn Musayyəb də o məclisdə oturmuşdu və bunu inkar etmədi. Təsdiqlədi ki, bu doğrudan da Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında baş verib. Yəni, bir surənin oxunuşu bütünlüklə nəsx olub. Və bizim o surədən heç bir xəbərimiz yoxdur bugün. Məgər bu tərifdir? Axı, bu Peyğəmbər sallallahu aleyhi və səlləmin sağlığında olub və Allah tərəfindən. Və ya başqa bir hədis, bu hədisi də İmam Muslim rəvayət edib. 1050 nömrəli hədisdə, həmçinin Tayalisi, Musnədində 541-ci hədisdir. Əbu Musa Əl-Əş'ari radiyallahu anhudan nəql olunduğuna görə onlar, yəni sahabələr, Qur'andan Peyğəmbərin vaxtında belə bir ayə oxuyurdular. Bayaqları qeyd elədiyim ayə. Adəm övladının 2 vadi dolusu var dövləti olarsa, o yenə də üçüncüsünü tələb eləyər. Onun gözünü torpaqdan başqa bir şey doyusturmaz. Daha sonra bu qaldırıldı. Yəni, bu ayə nəsx edildi. Bu kəlmə hədisin özündə gəlir. Əbu Musa Əl-Əş'ar tərəfindən. Bu sahabə özü deyir ki, biz bu ayəni oxuyurduq Qur'andan. Sonra bu ayə nəsx edildi. Yəni, bu ayənin oxunuşu aradan qaldırıldı. Və ya Buxarinin rəvayət elədiyi başqa bir hədis. 4000
90-cı hədis. Ənəs ibn Malik radiyallahu anhu rəvat edir ki, Məunə quyusunun yanında ənsarlardan 70 nəfər öldürüldüyünə görə Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayə nazil olanacan bir ay boyunca Ril, Zəkvan və Useyyə qəbilələrinə bəddua etdi. Yəni Məunə quyusunun yanında Peyğəmbər sallallahu aleyhi və səlləmin Quran müəllimi olaraq göndərdiyi 70 Quran qarisini münafiqlər öldürmüşdü. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də bir ay boyunca Ril, Zəkvan, Useyyə qəbilələrinə bəddua edirdi. Düz bir ay boyunca. Ənəs ibn Malik deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm o bədduasını aradan qaldırdı, yəni bədduanı dayandırdı. Nə vaxtacan? Bu ayə nazil olanacan. Ayə belə idi. Xəbər verin bizim tayfamıza. Biz, o bizdən və biz də o Allahdan razı qaldığımız halda Rəbbimizlə görüşmüşük. Ənəs ibn Malik deyir ki, daha sonra Peyğəmbərə nazil olmuş bu ayə nəsx edildi. Bu ayənin oxunuşu, bu ayənin qirayəti aradan qaldırıldı. Və ya başqa bir hədis, hansı ki bunu İbn Əsakir rəvat eləyib və Şeyx Albani də Sifat-ı Salat-ı Nəbidə gətirib və hədis səhihdir. Həmçinin İmam Abu Davud Sünən əsərində 3-cü cild 424-cü səhifədə 907-ci nömrəli hədisdə bunu nəql edib. Və ya baxa bilərsiniz İmam Əhmədin Musnədinə 5-ci cild 123-cü hədis. Bu hədisi Ubey ibn Ka'b rəvat edib. Ubey ibn Ka'b radiyallahu anhu deyir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm səsli bir namazda qirayət zamanı, Qur'anın qirayəti zamanı bir ayəni ötürdü, yəni oxumadı. Namaz qurtarandan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm Ubey ibn Ka'b'dan soruşdu. Sən də namazı bizimlə bərabər qılmadın mı? Ubey dedi ki, bəli ey Allahın Rəsulü. Peyğəmbər dedi ki, o zaman sənə nə mani oldu? Nə üçün mənə xatırlatmadın o unutduğum ayəni? Ubey ibn Ka'b deyir ki, cavabında, mən o ayənin nəsx edildiyini düşündüm. Bu Abu Davudun Sünənində gələn rəvayət formasındadır. Gəlir ki, Ubey deyir ki, mən düşündüm ki, o ayə nəsx olub. Yəni, sənə unutturulub. Allah subhanət hala buyurur axı, sənəqri'uka fələ tənsə. Biz sənə Quranı oxudacaq, unutmayacaqsan. İllə məşə Allah. Allahın istədiyi ayələrdən başqasını. Yəni deyir, elə bildim ki, o ayənin oxunuşu ləvq olub. Və İmam Əhmədin Musnədində gələn rəvayət formasında isə Ubey radiyallahu anhu belə deyir. Deyir ki, ey Allahın elçisi, bu ayə nəsx edildi. Yəni bu ayənin oxunuşu, qirayəti ləvq edildi deyəni sən onu oxumadın namazda, yoxsa onu sadəcə olaraq bir bəşər olaraq unutqanlıqdan unuttun. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, yox, bu ayənin oxunuşu nəsx edilməyib. Mən onu sadəcə olaraq unutdum. Fikir ver. Ubey ibn Ka'bin rəvayətinə diqqət et. Məgər bunlar Peyğəmbərin zamanında baş verməyibmi? Artıq sahabələr Qur'an-ı Kərimin ayələrinin oxunuşunun, tilavətinin, nəsxinin o qədər şahidi olmuşdular ki, namazda qirayət zamanı sadəcə olaraq bir unutqanlığı belə ayənin tilavətinin nəsxi zənn etmişdilər. Yuxarıda qeyd etdiyim bu hədislərdən də göründüyü kimi, tilavətin nəsxi Peyğəmbərin zamanında baş verirdi. Sahabələr nəsxin bu növünə şahidlik etmiş, fəqət tilavəti ləvq olunan bəzi ayələri unutmuş və bəzilərini də yaddaşlarında saxlaya bilmişlər. Daha doğrusu, Uca Allah Azza və Cəl tilavətini ləvq etdiyi ayələrdən istədiyini onlara unutturmuş və istədiyini də onların hafizələrində saxlamışdı. Ona görə Buxari və Müslimin də ittifaqla rəvat etdikləri bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, sizlərdən heç kəs o ayəni, bu ayəni unuttum deməsin. O ayə
mənə Allah tərəfindən unutturuldu desin. Bu səbəbdən də bəzi sahabələr hafizələrində qalan, amma tilavəti, oxunuşu nəsx olunan bəzi ayələri öz müshəflərində yazıb saxlamışdılar. Çünki müsəlmanların vahid bir Quran müshəfindən əlavə bir də sahabələrin öz əllərində müshəfləri var idi. Məsələn, İbn Abbasın, İbn Məsudun, Ubey ibn Ka'bın, Ayşənin, Əli ibn Əbu Talibin radiyallahu anhum və sair sahabələrin öz müshəfləri var idi. Həmin müshəflərin qırağında ayələrin şərhi və ayələrin təfsiri ilə əlaqəli öz qeydlərini aparırdılar. Və bəzi sahabələr də tilavəti nəsx olunan, amma yaddaşlarında qalan ayələri öz müshəflərinə yazırdılar. Öz müshəflərinə yazırdılar. Səbəb də o idi ki, çünki bəzi sahabələr bunu öz müshəflərinə təfsir xarakterli olduğu üçün yazırdılar. Çünki tilavəti nəsx olunmuş əksər ayələrin hökmü qüvvədə idi. Çünki sahabələr bilirdi ki, tilavəti nəsx olunan ayələrin əksəriyyətinin hökmü qüvvədədir, rəzm ayəsi kimi. Və hökmü qüvvədə olan ayəni tilavəti nəsx olunsa da, təfsir yönü ilə müshəfə qeyd etməkdə fayda var. Məsələn, misal olaraq, Müslimdə gələn bir hədisi qeyd eləmək olar. Hansı ki, bu hədisi İmam Müslim 1-ci cild 174-cü səhifədə 629 nömrəli hədisdə, həmçinin Abu Davud 410, Tirmizi 2993 nömrəli hədislərdə, həmçinin İmam Əhməd Musnədində 24502 2 nömrəli hədisdə bu qeyd elədiyim, indi deyəcəyim hədisi nəqlləyiblər, səhih sənədlə. Deməli, Ayşə radiyallahu anhə öz azadlı köləsi Abu Yunisə əmr eləyir ki, mənim üçün müshəfi yaz. Yəni, Ayşə Quran-ı Kərimdən ayələri bir-bir deyir, Abu Yunis də onun üçün müshəfi yazmağa başlayır. Və Bəqərə surəsi 238-ci ayəyə çatanda, yəni, hafizu aləs-salavat, yəni namazları qoruyun, və salatul vusta, xüsusən orta namazı, və qumu lillahi qanitin və Allah qarşısında mutiliklə durun ayəsinə çatanda, Ayşə Abu Yunisə əmr edir ki, bu ayəni belə yazsın. Hafizu aləs-salavat və salatul vusta və salatul asr və qumu lillahi qanitin. Namazları, orta namazı və əsri qoruyun və Allah qarşısında mutiliklə durun. Yəni, Ayşə radiyallahu anhə bu ayəni öz müshəfinə yazanda və salatul asr əlavəsi ilə yazdırır. İndi kimsə bunu İmam Müslimin səyi əsərindən götürüb iddia edə bilərmi ki, bu Quran-ı Kərimin təhrifinə dəlildir? Xeyr. Çünki möminlərin anası Ayşənin bu ayəni belə yazmağı əmr etməsi yuxarıda qeyd etdiyim bayaqki səbəbə görə idi. Çünki salatul vusta, yəni orta namaz, salatul asrdır, əsr namazıdır. Və əslində bu ayə ən birinci Peyğəmbər sallallahu aleyhi və səlləmə bu cür nazil olmuşdur. Salatul asr əlavəsi ilə. Bunu da yenə İmam Müslim öz səhih əsərində 1-ci cild 175-ci səhifədə, həmçə İmam Tabari təfsirində bunu rəvayət eləyib Əl-Bəra ibn Azib radiyallahu anhudan. Əl-Bəra ibn Azib radiyallahu anhu deyir ki, hafizu aləs-salavat və salatul vusta və salatul asr. Namazları, orta namazı, yəni əsri qoruyun ayəsi nazil oldu.
Yəni Bəra ibn Azib deyir ki, Peyğəmbərə bu ayə birinci bu cür nazil olub. Və biz bu ayəni Allahın istədiyi kimi, yəni və salatul asr əlavəsi ilə Peyğəmbər sallallahu aleyhi və səlləmə oxuduq. Daha sonra uca Allah, bəşər yox ha, uca Allah bu ayənin tilavətini, yəni bu formasını nəsx etdi və bu ayənin əvəzinə bu ayəni nazil etdi. Hafizu aləs-salavat və salatul vusta və qumu lillahi qanitin. Salatul asr əlavəsini, bu qirayət formasını Allah subhanahu ta'ala ləğv etdi. Subhanallah. Bəra ibn Azibin rəvayət elədiyi bu hədisdən açıq aydın görünür ki, burada söhbət tilavətin nəsxindən gedir. Deməli, Bəra ibn Azibin hədisindən göründü ki, birinci bu ayə Peyğəmbər sallallahu aleyhi və səlləmə və salatul asr əlavəsi ilə nazil olmuşdur. Daha sonra bu qirayət forması indiki qirayət forması ilə əvəzləndi. Buna baxmayaraq, bu ayənin bu formada oxunuş forması nəsx olunsa da hökm qüvvədədir. Çünki bir çox alimə görə zatən salatul vusta, orta namaz salatul asrdır. Ayşə də bunu bilirdi. Ona görə təfsir xarakterli olduğu üçün bunu mushafinə yazmağı əmr etmişdi ki, oxuyan şəxs bilsin ki, salatul vusta salatul asrdır. Ona görə Ömər ibn Xattab da deyir ki, insanlar buna görə məni qınamasaydı, mən rəcm ayəsini Quran-ı Kərimin qırağına yazardım. Ki, hətta insanlar bilsinlər ki, belə bir ayə Quranda olub. Fəqət yazmadı, çünki insanlar qınıyardı. Çünki bu ayənin bu formada oxunuşu nəsx edilmişdi deyə. Bütün bu səbəblərə görə Əbu Bakır və daha sonra Osman radiyallahu anhu hər kəsi bir nüsxə ətrafında toplamağa başladı. Yəni, sahabələr görürdülər ki, hər sahabənin əlində bir müshaf var və hər sahabə təfsir xarakterli olduğu üçün tilavəti nəsx olunsa da bəzi ayələri öz müshaflərinin kənarlarına yazırdılar. Bu səbəbə görə də Əbu Bakır və daha sonra Osman bütün müsəlmanları vahid bir nüsxə ətrafında toplamağa başladılar. Və onlar bu işi edərkən Peyğəmbər sallallahu aleyhi və səlləmin qoyduğu ilahi qanuna sadiq qaldılar. Və tilavəti ləğv olunmuş ayə və surələri mushafə yazmadılar. Hökmü nəsx olunmuş ayələri isə mushafə yazdılar. Çünki belə ayələrin hökmü nəsx olunsa da tilavəti nəsx olunmamışdı. Və beləcə Qur'anın kəlmə və ayələrinin tərtibi nazil olduğu kimi qorunub saxlanıldı. Və burada önəmli olan bir qeyd var. Bu qeyd də bundan ibarətdir ki, əgər xoyi və ya onun kimi, onun yolunu davam etdirən bəzi şiə müəllifləri, Əhlüsünnə vəl Cəma Qur'anın tilavətinin nəsxinin qəbul etdiyinə görə onlara təhrif iftirası atırsa, onda bu iftira yenə onların öz alimlərinə qayıdır. Çünki tilavətin nəsxini şiə alimləri də qəbul ediblər. Keçən dərsdə mən qeyd etdim ki, şiə alimlərindən, qədim şiə alimlərindən çox az bir qismi Şeyx Saduq, Murtaza, Əbu Cəfər Ət-Tabarsi, Əbu Ali Ət-Tabarsi kimi, xüsusən bu 4 alim deyib ki, Quran təhrif olunmuyub. Yəni bu 4 qədim şiə alimi deyib ki, Quran təhrif olunmuyub. Və Ni'mətullah Əl-Cəzair də deyir ki, onlar bunu təqiyyə ilə deyiblər. Hər bir halda. Amma adlarını qeyd elədiyim bu 4 müəllif, hansı ki şiələr, bunların adlarını fəxrlə çəkirlər ki, bəli, bunlar Qur'anın təhrifini deməyiblər. Amma bu 4 müəllif, 4'ü də Quran-ı Kərimin ayələrinin tilavətinin nəsxini qəbul edirlər. Deməli, Xoyiyə görə
və ya Xoyinin və ya onun kimi tilavətin nəsxini qəbul etməyən şiyələr özləri iddia edirlər ki, artıq təhrifdən salamat qalmış bu 4 alim də elə Quranın təhrifini deyiblər. Çünki şiə müəlliflərindən onların özlərini iddia etdiklərinə görə belə çıxır ki, cəmi 4 alimləri var. Saduq, Murtaza, Abu Cəfər Ət-Tabarsi, Abu Ali Ət-Tabarsi. Cəmi bu 4 alim deyib ki, Quran təhrif olunmuyub, indi təqiyyə ilə deyib, nə ilə deyib, hər nəysə. Amma bu 4'ü də Quranın nəsxinin tilavətini qəbul ediblər. 4'ü də. Onda deməli, bunlar Quranın nəsxinin tilavətini qəbul etdiklərinə görə Quranın təhrifinə etiqad ediblər. Məsələn, Şeyx Abu Ali Ət-Tabarsi Əl-Məcmu'ul Bəyan fi Təfsirul Quran adlı kitabında Bəqərə surəsi 106-cı ayənin şərhində, yəni bayaq dediyim ayənin şərhində Mənəsəx min ayətin əv nunsihə nə'ti bi xeyrin minhə əv mislihə əl-ayə. Yəni biz bir ayəni nəsx etsək və ya onu unutdursaq, ayəsinin şərhində açıq aydın deyir ki, bəli, nəsxin 3 növü var. Onlardan da biri tilavətin nəsxidir. Həmçinin Şeyx-ü Taifə, yəni tayfanın şeyxi, yəni bu məzhəbin şeyxi ləqəbli Abu Cəfər Muhammed Ət-Tusi Ət-Tibyan kitabının müqəddiməsində 1-ci cild 13-cü səhifədə, bəzi nüsxələrdə də 394-cü səhifədə açıq aydın deyir ki, nəsxin 3 dənə növ var və onlardan da biri tilavətin nəsxidir. Həmçinin Kəmaləddin Əbdurrahman Əl-Hilli, o da Ən-Nəsx və Vəl-Mənsux kitabında 35-ci səhifədə açıq aydın deyir ki, nəsxin Quran-ı Kərimdə 3 növ var, onlardan da biri tilavətin nəsxidir. Həmçinin Əl-Kəşani Əs-Safi adlı məşhur təfsirində Bəqərə 106-cı ayənin şərhində tilavətin nəsxini ispat edir. Həmçinin o, şiə məzhəbinin 8 ən etibarlı kitabından biri olan Əl-Vafi adlı əsərində yenə də bu məsələni, yəni tilavətin nəsxinin Quranda mövcudluğunu təsdiqləyir. Həmin kitabda 1-ci cild 274-cü səhifədə. Həmçinin Ər-Ravandi, o da nəsxin 3 növ olduğunu qeyd edir. Fiqhul Quranda 1-ci cild 204-cü səhifədə. Həmçinin Allamə Hilli, o da bir çox əsərində tilavətin nəsxini ispat edib. Məsələn, Təhrirul Əhkam 1-ci cild 11-ci səhifə, köhnə nəşrdə. Yeni nəşrdə isə 1-ci cild 83-cü səhifə. Həmçinin Əl-Kərki Cəmi'ul Məqasid kitabında 1-ci cild 270-də. Həmçinin Seyyid Murtaza Əz-Zəri'a əsərində 1-ci cild 428 və 429-cu səhifələrdə. Həmçinin Seyyid Muhammed Cavad Əl-Amili Miftahul Kəramə kitabında 3-cü cild 96-cı səhifədə. Həmçinin Əl-Bəhrani Hədaiqun Nazirə kitabında 2-ci cild 125-ci səhifədə tilavətin nəsxini ispat edirlər. Yaxşı, bunları nə deyirsən? Həmçinin şiə məzhəbində 12 imamdan biri hesab olunan Muhammed İbn Ali İbn Musa özü Bəqərə surəsi 106-cı ayəni şərh eləyərkən deyir ki, avnunsihə, yəni unutturarıq sözünün mənası odur ki, yəni o ayənin hökmü qalır, amma o ayənin yazısı və oxunuşu ləğv olunur. Yəni bu şiələrin 12 imamdan hesab etdikləri və məsum bildikləri şəxsin dilindəndir. Biharul Ənvar 4-cü cild 116-cı səhifə 3-cü bab 42-ci rəvayət. Və ya Rəcm ayəsi Xoyi və ya ona tabi olan bəzi şiə alimləri İmam Buxarinin Səy əsərində Rəcm ayəsi ilə əlaqəli bayaq qeyd elədiyim hədisi Qur'anın təhrifinə şamil edirlər. Halbuki bu hədisi şiə məzhəbinin hədisçiləri də rəvat eləyiblər. Məsələn, Kuleyni Kitab-ül Kafidə
Baxa bilərsiniz, Xifarinin təhqiqi ilə 7-ci cild 176-cı səhifə Beyrutda çap olub Darul Ədva nəşriyyatı. Kuleyni Rəcm ayəsini bu qeyd elədiyim, yəni 7-ci cilddə 176-cı səhifədə məsum imamlardan özü rəvat edir. Və hətta Əli Əkbər Əl-Ğifari bu kitabın təhqiqində deyir ki, bu ayənin tilavəti, yəni oxunuşu nəsx edilib. Həmçinin Kafini şərh edən, Kitab-ül Kafini şərh edən məclisi, o da bu rəvayəti, yəni Rəcm ayəsi ilə əlaqəli nazil olmuş rəvayəti səhihləşdirir və bu ayənin tilavətinin nəsx olunduğunu qeyd edir. Miratül Uqul kitabına 23-cü cild 267-ci səhifəyə baxa bilərsən. Həmçinin böyük şiə alimləri, bayaqları adlarını qeyd elədiyim Abu Ali Əl-Fəzl Ət-Tabarsi Məcmu'ül Bəyanda 1-ci cild 406-cı səhifədə, həmçinin Əbu Cəfər Muhammed Ət-Tusi Ət-Tibyanda, həmçinin Əl-Kərki Cəmi'ül Məqasiddə, Seyyid Murtaza Əz-Zəri'a kitabında 1-ci cild 428-ci səhifədə Rəcm ayəsini təsdiqləyirlər ki, bəli, Quranda belə bir ayə olub və sonra o ayənin tilavəti, oxunuşu nəsx edilib. Yəni, bütün bunlar Əhl-i-Sünnə vəl-Cəmaya atılan açıq, aydın yalan və böhtandır. İftiradan başqa heç nə deyil. Və bunu şiə müəlliflərin özləri də çox gözəl bilirlər. Fəqət onların əsas məqsədləri budur ki, öz üzərlərində olan ləkəni başqalarına da yaxsınlar. Və öz üzərlərində olan ləkəyə başqalarını da şərik çıxarsınlar. Xülasə, Qur'anın təhrifi ilə əlaqəli və bu məsələ ilə əlaqəli, bu məsələ ətrafında olan bəzi şübhələrlə əlaqəli bu qədər danışmağı kifayət görürəm. Və inşallah növbəti dərslərdə Səqələyn hədisi ilə əlaqəli ikinci mövzuya, yəni Əhl-i Beyt mövzusuna inşallah keçəcəm və Allah Subhanahu taala bu haqq işimizdə bizə yardımcı olsun və Allah Subhanahu taala bizə haqqı haqq olaraq göstərib ona tabe edənlərdən etsin. Allah Subhanahu taala bizi batili batil bilib də ondan çəkinən qullarından etsin. Subhanakallahumma və bihamdik əşhədu ən la ilahə illə ənt əstəğfiruka və atubu ileyk.